Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Bugün sizə Azərbaycan Respublikasının geoloji quruluşunu izah edəcəm. Videoya başlamazdan öncə kanala abunə olmağı unutmayın. Başlayaq. Əvvəlcə bu geoloji quruluş nə deməkdir, onu bir izah eləyək. Geoloji quruluş dedikdə, yəni Azərbaycanda olan süxurların xüsusiyyətlərini nəzərdə tutur. Bu süxurların yatım ardıcıllığı necədir, mənşəyi nədir, yaşı nə qədərdir? Başlayaq. Bildiyimiz kimi yerin geoloji inkişafında iki böyük eon ayrılır. Bu eral sözlərini buradan silək. İki böyük eon ayrılır. Kriptozoy eonu və fanerozoy eonu. Bu kriptozoy eonunda iki böyük era var idi. Arxey, bir də proterozoy eraları. Hansı ki bu dövrə aid süxurlara Azərbaycanda rast gəlinmir. Azərbaycanda ən qədim süxurlar, baxın bu fanerozoy eonuna aid olan paleozoy dövrünün süxurlarıdır. Ümumiyyətlə fanerozoy eonuna daxildir paleozoy, mezozoy və kaynozoy eraları. Qədimdən cavana doğru da elə belədir. Paleozoy daha qədimdir, mezozoy ortadır, kaynozoy isə cavan eralardır. Və paleozoy erasına daxildir dövrlər. 6 dənə dövr var. Kembri, Ordovik, Silur, Devon, daşkömür, Perm. Bu karbonun digər adı da daşkömürdür. İndi biz bir-bir deyəcəyik ki, bu süxurlar Azərbaycanda harda yayılıb. Birinci deyirik ki, kriptozoy Azərbaycanda, yəni arxey və proterozoy eralarına aid süxurlar yoxdur. Biz başlayırıq fanerozoy eonundan və fanerozoyun da dedik ki, 3 böyük erası var. Paleozoy, mezozoy, kaynozoy eralarıdır. Bu da qədimdən cavana doğru düzümdür. İndi baxırıq görək Azərbaycanda bu süxurlar hansı harda yayılıb. Bir də burada onu da deməkdə fayda var ki, baxın, bu paleozoyun Kembri, Ordovik, Silur dövrləri alt paleozoydur. Devon, Karbon, Perm isə üst paleozoy deməli dövrlərinə aiddir. Baxaq indi. Azərbaycan 400-450 milyon il əvvəl, yəni paleozoyda Tetis okeanının sularının altında olub. Hansı ki biz bilirik, Pangeya qurusu var idi, ilk vahid quru idi. Pangeya iki yerə ayrılmışdı, Lavrasiya və Gondvanaya. Baxın, Lavrasiya və Gondvananın ortasında Tetis okeanı var idi. Hansı ki Azərbaycanda bu Tetis okeanının altında olub. 400-450 milyon il öncə Azərbaycanın baxın bu hissəsi suyun üzərinə çıxıb. Hansı ki bura Tovuz rayonudur. Tovuzda Zəyəmçay, Əsrikçay hövzələridir ki, bu ərazilər Azərbaycanın ən qədim əraziləri hesab olunur. Alt paleozoy yaşlı süxurlar var burada. Alt paleozoy. Alt paleozoyun dövrlərində bayaq demişdik hansıları idi? Kembri, Ordovik, Silur. Deməli, Kembri, Ordovik, Silur dövrünün süxurları, yəni alt paleozoy, ən qədim süxurlar Azərbaycanda hardadır? Tovuzda, Zəyəmçay, Əsrikçayda. Bəs üst paleozoy dövrünün süxurları hardadır? Baxın, o da buradadır. Üst paleozoy dövrünün süxurları isə Azərbaycanda Dərələyəz, Sədərək qalxmasındadır. Deməli, Azərbaycan 400-450 milyon il əvvəl Tetis okeanının sularının altında olub. 2 dənə quru sahəmiz olub. Biri Tovuz rayonunun ərazisidir, biri də Sədərək, Dərələyəz qalxmasıdır. Sonra isə 130-250 milyon il əvvəl Mezozoy erasında, hansı ki Gondvananın tərkibində olan Ərəbistan tavası şimala doğru hərəkət elədi və Şərqi Avropa tavası ilə toqquşdu. Nəticə etibarilə nə oldu? Azərbaycanda böyük və kiçik Qafqaz dağları, hansı ki onda bunlar dağ deyildi, sadəcə quru ərazi idi. Yəni bir növ ada kimi suyun üzərinə çıxdı. Yəni Tetis okeanının üzərində böyük və kiçik Qafqaz, indiki böyük və kiçik Qafqaz dağları quru ərazi olaraq suyun üzərinə çıxdı. Baxın, böyük kiçik Qafqaz dağları nəyə görə mezozoy yaşlı hesab olunmur deyə soruşsanız əgər, ona görə hesab olunmur ki, çünki böyük və kiçik Qafqaz dağları hələ dağ deyil. Sadəcə quru ərazidir, suyun altından üstə doğru çıxıb. Bu hündürlüyü artacaq, ətəyi, zirvəsi, yamacı nəzərə çarpacaq, yəni olacaq dağ nə vaxt? Kaynozoyda. Ona görə də kaynozoy yaşlı dağlar hesab olunur. Deməli, 130-250 milyon il əvvəl mezozoy erasıdır və bu zaman Azərbaycanın böyük və kiçik Qafqaz dağları quru ərazi olaraq suyun üzərinə çıxmışdı. Daha sonra Azərbaycan ərazisi 1,5-1,8 milyon il öncə isə daha da qalxmaya məruz qalmışdı və böyük və kiçik Qafqaz dağları formalaşıb, dağ kimi formalaşıblar və Kür-Araz ovalığı da yavaş-yavaş formalaşmaya başlayıb. Ümumiyyətlə Azərbaycanda olan bütün o düzənli ərazilər bu dövrdə
formalaşmışdır. Məsələn, Kür-Araz ovalığın bir dənə fikir verin burada. Yerində dəniz suları olub. Sonradan çaylar o qədər, Araz çayı buradan, Kür çayı buradan o qədər çöküntülər gətirib çökdürüb ki, nəticə etibarilə adı üstündə Kür-Araz ovalığı formalaşıb. Sonra keçək digər. Aha. Baxaq deməli Azərbaycanın geoloji quruluşuna. Dedik ki, Azərbaycanda ən qədim süxurlar harda idi? Ən qədim süxurlar Tovuzda, Zəyəmçay, Əsrikçaydadır. Baxın, baba, paleozoy, PZ yazılıb. Paleozoy, özü də alt paleozoy. Baxın, alt paleozoy buradadır. Bir də var da Azərbaycanda üst paleozoy dövrünün süxurları. Yəni, alt paleozoya aid idi Kembri, Ordovik, Silur. Üst paleozoya isə aid idi nə? Devon, daş kömür və yaxud da karbon və perm. Deməli, Devon, karbon, perm süxurları hardadır Azərbaycanda? Naxçıvanda Dərələyəz silsiləsi, Sədərəyə qalxması. Baxın, bu hissədədir. Devondur, permdir, C yazılanda burada karbondur. Karbon digər adı daş kömürdür. Deməli, Azərbaycanda ən qədim süxurlar harda oldu? Alt paleozoy yaşlı Tovuzda və üst paleozoy yaşlı Sədərəy, Dərələyəz qalxmasında. Bunu bildikmi? Ən qədim süxurlardır bu. İndi bu ərazilər dedik suyun üzərinə çıxmışdı. Sonra hansı hissələr suyun üzərinə çıxmağa başladı? Mezozoy erasında Böyük və Kiçik Qafqaz dağları. İndi belə bir şey deyək də, biz bayaq dedik o süxurlar qədimdən cavana doğru düzülmüşdü, baxın. Ən qədim süxurlar paleozoy, sonra mezozoy, sonra kaynozoydur. Suyun altından birinci hansı hissə suyun üzərinə çıxıbsa, deməli ora daha qədimdir. İndi biz buradan buna nəticəyə gələcəyik ki, Azərbaycanda yüksək dağlıq ərazilər daha qədim süxurlardan təşkil olunub. Çünki suyun üstünə ilk çıxan yerlər həmin ərazilər olub. İndi gedək yenə dağlarımıza. Baxın, mezozoy erasının süxurlarını keçirik. Paleozoy dedik. Paleozoy, alt paleozoy və üst paleozoy olaraq böldük. İndi keçək mezozoy dövrünün süxurlarına. Mezozoyda dedik ki, 130-250 milyon il öncə Böyük Qafqaz və Kiçik Qafqaz dağları da qalxmağa məruz qalmışdı və nəyə görə qalxırdı? Çünki Ərəbistan tavası Şərqi Avropa tavası ilə toqquşurdu ona görə. Deməli, Böyük Qafqaz dağlarında və Kiçik Qafqaz dağlarında mezozoyun süxurları çox yayılıb. Bir də birinci mezozoyu bölək. Mezozoyu bilirik ki, hansı dövrlərə aid süxurları var? Trias, Yura, Təbaşir. Düzdürmü? Trias çöküntüləri Azərbaycanda yalnız və yalnız Naxçıvandadır. Trias dövrünə aid süxurlar Azərbaycanda yalnız Naxçıvanda yayılıb. Baxın. Bura. Trias. Görürsünüz T hərfi. Trias, deməli, mezozoyun Trias dövrünə aid süxurlar Azərbaycanda yalnız Naxçıvandadır. Yura və Təbaşir isə Böyük və Kiçik Qafqaz dağlarındadır. Yura yüksək dağlıqdadır. Təbaşir isə orta dağlıqdadır. Böyük Qafqaz dağlarının, baxın, yüksək dağlıq, bu Baş Qafqaz silsiləsidir, sonra yan silsilədir. Bu yüksək dağlıq hissələri, yüksək dağlıqda Yura dövrünün süxurları var. Yüksək dağlıqda Yura, orta dağlıqda isə deməli Təbaşir dövrünün süxurları yayılıb. Deməli, Böyük Qafqaz dağlarında yüksək dağlıqda Yura, orta dağlıqda isə Təbaşir dövrünün süxurları yayılıb. Bildiyimiz kimi, bunlar qədimdən cavana doğru necə düzülürdü? Trias, Yura, Təbaşir. Deməli, Yura daha qədimdir və ən yüksək dağlıq hissədə olar da təbii olaraq. Çünki birinci suyun altından çıxan hissə buradır. Böyük Qafqaz dağlarında hər şey çox normaldır. Yüksək dağlıqda Yura, orta dağlıqda isə Təbaşir. Amma Kiçik Qafqaz dağlarında inversiya var. Bu inversiyanın yaranmasına səbəb isə burada olan vulkan püskürmələridir. Baxın, burada yüksək dağlıq hissələr buradır. Məsələn, burada Dəli dağ var idi. Sonra burada Murov dağdır, Şahdağ silsiləsidir. Baxın, bu yüksək dağlıq hissələrə fikir verin. Burada bu Bənövşəhirə yoxdur. Bənövşəhir yaxı Yura idi. Buranın da yüksək dağlığında normalda belə olardı da. Amma burada bir anormallıq var, belə deyək, inversiya var. Niyə? Çünki burada vulkan püskürmələri olub və vulkan püskürəndə daha yüksək dağlıqda daha cavan süxurlar formalaşıb. Deməli, Kiçik Qafqaz dağlarında isə orta dağlıqda Təbaşir, orta dağlıqda Yuradır, yüksək dağlıqda isə Təbaşirdir. Yəni burada tərsinədir. Böyük Qafqaz dağlarında hər şey normaldır. Yüksək dağlıqda Yura idi, orta dağlıqda Təbaşirdir. Amma Kiçik Qafqaz dağlarında inversiya var. İnversiyanın yaranmasına səbəb nədir? İnversiyaya səbəb vulkan püskürmələridir. Burada
Yura, yüksək dağlıqda deyil, orta dağlıqdadır. Yüksək dağlıqda isə təbaşir, hətta burada 4-cü dövrün vulkanik süxurları da var, yəni. Sonra, yəni bu isə biraz qarışıqdır, indi izah eləyəcəyik oranda. Deməli, Trias dediyi yalnız Naxçıvandadır. Yura ilə Təbaşir dediyi Böyük və Kiçik Qafqazın yüksək və orta dağlığındadır. Böyük Qafqazı yüksəkdə Yura, ortada Təbaşir. Kiçik Qafqaz inversiya var idi. Yüksək dağlıqda Təbaşir, orta dağlıqda isə Yura idi. Mezoy dövrü də bitdi. İndi keçirik Kaynazoy dövrünə. Kaynazoyda da demişdik ki, hansılar var idi? Kaynazoya aid idi. Deməli, paleogen, neogen, antropogen dövrləri, düzdürmü? Daha qədim olan deməli paleogendir. Deməli, paleogen daha yüksək dağlıqda olacaq. İndi baxaq. Baxın, paleogen 2 dənə şimalda, 2 dənə cənubda. Yəni 2 dənə yuxarıda, 2 dənə aşağıda deyəcəm ki, daha yaxşı yadınızda qalsın. 2 dənə yuxarıda dediyimiz yer haradır? Paleogen, baxın, bax, Qobustanın yüksək dağlığı. Baxın, burada Şahdağ silsiləsində var. Daha sonra Naxçıvandadır paleogen, bir də Talış dağlarında. Deməli, paleogen dövrünün süxurları Azərbaycanda əsas 4 yerdə oldu. Harda? 2 dənə yuxarı, 2 dənə aşağı. 2 dənə yuxarı, baxın, bu Qobustandır, Şahdağdır. Cənubda isə Talışla Naxçıvandır. Ümumiyyətlə, Talış dağlarına baxın, demək olar ki, elə bütün paleogen süxurlarından ibarətdir. Naxçıvanda da baxın, əksər yerlər paleogen dövrünün süxurlarından ibarətdir. 2 dənə aşağıda paleogen oldu, 2 dənə də yuxarıda. Qobustanla, burada da bax Şahdağ silsiləsi var idi. Qoca dağı dən hündür zirvəsi Ermənistanla sərhəddə. Baxın, həmin hissədir. Deməli, 2 dənə yuxarıda, 2 dənə aşağıda dedik biz paleogen dövrünün süxurları. Bəs neogen hardadır? Baxın, bu paleogen yüksək dağlıq dedi ya. Neogen isə alçaq dağlıqdadır. Yəni bu paleogendən aşağıda neogen dövrünün süxurları yayılıb. Baxın, burada da Cəlilabad rayonu ərazisinə düşür. Neogen dövrünün süxurları var. Sonra indi əsas deyəcəm neogen. Neogen çox yerdə görə bilərsiniz. Alçaq dağlıq ərazilərin əksəriyyətində var. Ən çox testdə düşən, yəni sizin qarşılaşacağınız bu olacaq. Ceyrançöl, Acınohur neogen süxurlarından ibarətdir. Qusar maili düzənliyi neogendir və bu Qobustan alçaq dağlığı neogendir. Ən çox testdə düşən budur. Deməli, Abşeron Qobustan əsas da bu Qobustan deyirik. Sonra Ceyrançöl, Acınohur və Qusar maili düzənliyi. Həmçinin Talışda və deməli Naxçıvanda da neogen dövrünün süxurları var. Deməli, paleogen oldu yüksək dağlıqda, neogen oldu alçaq dağlıqda. Və indi dağdan aşağıya doğru düşürük də. Paleogen yüksək dağlıqda idi, neogen deməli alçaq dağlıqda idi. Və gəldik nəyə? 4-cü dövr çökmə süxurlarına. Yəni antropogen. Baxın. 4-cü dövr çökmə süxurları, ən sonuncusu. 4-cü dövr çökmə süxurları isə Azərbaycanın elə böyük bir 50%-dən çox ərazisini əhatə edir. Bütün düzən ərazilərimizdə var. Samur dəvəçi ovalığıdır. Sonra Abşeronda da var. Qanı Xəri çayıdır. Sonra Şirvan düzüdür. Cənub-şərqi Şirvan düzü, Mil düzü, Muğan düzü, Səlyan düzü, Lənkəran ovalığı, Ceyhan İncə Hərəmi düzləri, Qarabağ düzü, Gəncə Qazax düzü, Qarayazı düzü. Yəni bütün bu düzənlik ərazilərimizdə var. Bir dənə yer istisna olmaqla. Ora haradır? Naxçıvanın bu Kiçik Qafqaz tektonik qalxmasına aid olan 3 dənə düzənliyi var idi. Hansılar idi? Gülüstan, Yayçı, Ordubad. Gülüstan, Yayçı, Ordubada fikir verin. Burada heç görürsünüz bu ağ rəng burada varmı? Yoxdur. Deməli, bir dənə bu hissə istisna olmaqla Azərbaycanın bütün düzən ərazilərində deməli Kaynazoyun 4-cü dövr çökmə süxurları var. İndi bir dənə ümumi baxaq. Azərbaycanda ən qədim süxurlar harda oldu? Ən qədim süxurlar Tovuzda oldu. Alt paleozoy yaşlı idi. Yəni Kembri, Ordovik, Silur. Üst paleozoy harda idi? Dərəliyəz, Sədərəyə qalxması. Bu oldu ən qədim yerlər. Daha sonra paleozoy, demək alt paleozoy, üst paleozoy. Sonra keçdik biz Mezozoydan danışdıq. Mezozoyun da ən qədimi Triasdır və Trias yalnız Naxçıvanda idi. Mezozoyun Yura və Təbaşiri isə Böyük və Kiçik Qafqazın dağlıq hissələrində idi. Yüksək dağlıqda Böyük Qafqaz, yüksək dağlıq Yura, orta dağlıq Təbaşir. Kiçik Qafqazda isə yüksək dağlıq qarışıqdır və yüksək dağlıqda Təbaşir süxurları var, orta dağlıqda isə Yura var. Yəni burada inversiya var. Səbəb də vulkan düşürmələridir və yəni vulkanik süxurlara görədir. Daha sonra keçdik biz Kaynazoy erasına. Kaynazoyun isə paleogen süxurları 2 dənə yuxarıda idi. Qobustan, Şahdağ, 2 dənə aşağıda idi. Naxçıvan, Talış. Başqa yerlərdə də var təbii ki, amma əsas bu 4 yeri bilmək lazımdır. Sonra
Bu oldu paleogen. Paleogen yüksək dağlıqda idi. Neogen isə alçaq dağlıq. Neogende də əsas haranı bilməlisiniz. Ceyrançol Acınahor alçaq dağlığı mütləq əzbərləyin bunu. Qusar Maili Cəlilin əzbərləyin. Bir də Qobustanın alçaq dağlığındadır. Həmçinin Talışda da var, Naxçıvanda da var. Sonra Kaynazoyun 4-cü dövrçəkmə süxurları isə bütün düzənlik ərazilərimizdə, yəni bütün bildiyiniz bu Kür çeşidinə aid olan çelikliklərdir, Samurda və Çobalıqıdır. Hamısına daxildir. Burada məsələn Sədərəy, Şərur, Böyükdüz, Naxçıvan bu ərazilərdə də var. Bir dənə baxın bu Gülüstan, Yayçı, Ordubad var idi. Kiçik Qafqaz tektonik qalxmasına aid olan. Bir dənə burada yoxdur. Bu oldu Azərbaycanın süxurlarının yaşı, mənşəyi, harda yayılması. Baxın burada baxa bilərsiniz. Trias yalnız Naxçıvandadır. Yura ilə Tabaşı Böyük Kiçik Qafqazın yüksək və orta dağlığı. Paleogen 2 dənə yuxarı, 2 dənə aşağı. Qobustan, Şahdağ, Naxçıvan və Talışda. Neogen alçaq dağlıqda. 4-cü dövrçəkmə də baxın bütün ərazilərdə var. Bir dənə bax Gülüstan, Yayçı, Ordubadda yoxdur. Hətta bu Sədərəy tərəfdə də işarə verilməyib. Deməli burada da yoxdur. Sonra keçək deməli Azərbaycanda olan bir dənə vulkanik süxurlar haqqında da məlumat verim. Baxın, Azərbaycanda vulkanik süxurlar çox yerdə yayılıb. Xüsusilə də Kiçik Qafqazda onsuz da bilirik. Yəni Kiçik Qafqazda burada Qarabağ vulkanik yaylası var. Ondan sonra burada sönmüş vulkanlar var. Bunu onsuz da bilirik. Biz həmçinin bilməliyik ki, Azərbaycanda baxın, V yazılanlar burada vulkanogen effuziv çökmə süxurlardır. Vulkanogen süxurlar Azərbaycanda hardadır? Yəni vulkanik süxurlar. Talış dağlarında var. Paleogen yaşlı, Naxçıvanda var. Sonra deməli Naxçıvanla Talışda olan paleogenin vulkanik süxurlarıdır. Böyük və Kiçik Qafqaz dağlarında olanlar isə Mezozoyun vulkanik süxurlarıdır. Aydındır? Mezozoyun vulkanik süxurlarıdır. Bu Qarabağ vulkanik yaylasında olan isə Kaynazoyun 4-cü dövr vulkanik süxurlarıdır. Aydındırmı? Deməli, Naxçıvanla Talış dağlarında olan paleogenin vulkanik süxurlarıdır. Böyük və Kiçik Qafqaz dağlarında da var vulkanik süxurlar. Böyük Qafqaz dağlarında hətta biz faydalı qazıntıları keçəndə deyəcəyik ki, məsələn, polimetal filizləri var. Bunun yaranmasına səbəb nədir? Təbii ki, burada olan o vulkanik süxurlardır. Baxın, V yazılıb, görürsünüzmü? Bu mezozoy yaşlıdır. Buradakılar da hamısı mezozoy yaşlıdır. Elə bənövşəyi ilə də verilib, yəni Yuranın rəngində verilib bura. Daha sonra, amma Qarabağ vulkanik yaylasında olanlar isə Kaynazoyun 4-cü dövr. Necə ki, bu hissələrdə 4-cü dövr çay çöküntüləridir, dəniz sahilində olanlar dəniz çöküntüləridir. Qarabağ vulkanik yaylasında da 4-cü dövrün vulkanik süxurlarıdır. Bunu da dedik. Daha sonra deməli, gələk palçıq vulkanlarına. Azərbaycanda ümumiyyətlə palçıq vulkanları, aktiv vulkanlar var, gömülmüş var, bir də sönmüş palçıq vulkanları var. Hətta palçıq vulkanları, baxın, dünyada 700-dən çox palçıq vulkanı var ki, bunun 300-dən artığı, yəni 316-sı Azərbaycandadır. Palçıq vulkanlarına psevdovulkanlar da deyilir, yəni yalançı vulkanlar da deyilir. Bunun o magma, lava püskürən, odlu magma püskürən vulkanlarla heç bir əlaqəsi yoxdur. Bu tam tərsi, belə deyək, əsas olur neftli qazlı sahələrdə və palçıq vulkanı püskürdükdə səthə çıxan o palçıq adlanır brekçi, daha doğrusu salza çıxır, o bərkiyəndən sonra adlanır brekçiya. Neftli qaz sahələrdə və geosinkral ərazilərdə, yəni seismik ərazilərdə olur. Hansılardır? Şıxsahirlidir, Torağaydı, Axtarma Paşalı, Qalmaz, Şeyrəki, Osman Bozdağ, Bahar, Daşgil və s. Bunlar oldu bizim palçıq vulkanlarımız. Özdə dəri və oynaq xəstəliklərinin müalicəsində istifadə olunur. Baxın, bu bir palçıq vulkanıdır. Qobustanda olan palçıq vulkanlarından biridir. Palçıq vulkanları Azərbaycanda əsas hardadır? Abşeron Qobustandadır. Baxın, Abşeron Qobustandadır, Cənub-Şərqi Şirvandadır, Siyəzən tərəfdədir və Xəzər dənizindədir. Hətta bəzi palçıq vulkanlarının püskürməsi nəticəsində bəzi adalar, yəni sualtı adalar, su altında olan vulkanlar nəticəsində belə deyək, adalar yaranmışdı. Hansı ki, Çigil adasıdır, daha sonra Daşaltıdır, Səngimuğandır.
7-ci sinif dərsliyində bunlar verilib ki, sualtı palçıq vulkanlarının püskürməsi nəticəsində yaranan vulkanlardır. Daha sonra palçıq vulkanlarından danışdıq. Bir də onu deyim ki, palçıq vulkanlarından nədə istifadə olunur? Bunu tibbi coğrafiya elmi öyrənir bu arada. İqtisadi coğrafiyanın deməli sahəsi olan tibbi coğrafiya öyrənir palçıq vulkanlarını. Həm kosmetikada istifadə olunur, həm tibb sahəsində istifadə olunur. Daha sonra keçək deməli digər vulkanlara. Deməli Azərbaycana dedik ki, bu 4-cü dövrdə vulkan püskürmələri olub və hansı ki Qarabağ vulkanik yaylasında olan bir sıra sönmüş vulkanlar var. Baxın bunlara hansılardır? Pəriçınqılıdır, Ayçınqılıdır, Qırmızı Dağdır, Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya və s. Bunlardan da ən hündürü Dəli Dağdır, 3616 metrdir. Qarabağ vulkanik yaylasının da ən hündür zirvəsidir. Baxın, bu da Böyük İşıqlı göldür. Böyük İşıqlı göldə İşıqlı Qara göl və yaxud da elə Qara göl deyilən bir göl var. Hansı ki bu Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında sərhəddə yerləşən göldür. Qara göl. Bir də tektonik qırılmalar haqqında bir şey demək istəyirəm. Biz keçən dərsdə dedik ki, Azərbaycanda 5 dənə tektonik zona ayırdıq və orada deməli bu zonalar bir-birindən tektonik qırılmalarla ayrılırdı. Bax, bu ən çox işarələnmiş yerlər Azərbaycanda ən çox zəlzələlər olan, yəni güclü zəlzələlər olan yerdir. Xüsusilə də baxın, Şamaxıdır. Məsələn, Şamaxıda, Gəncədə, Gəncə zəlzələsini yəqin ki bilirsiniz. 1139-cu ildə zəlzələ olmuşdu. Hətta Kəpəz dağı aşmışdı. Burada Göygöldü və bir sıra digər göllər yaranmışdı. Şamaxıda olan zəlzələləri yəqin ki bilərsiniz. Şamaxıda deməli 1192-də bir olub, 1667-də də olub, 1902-də olub, ən son 2019-cu ildə olub. 6 bala qədər 5.5 təxmini bal gücündə zəlzələ olub. O qədər də xəsarət alan olmayıb, amma 6 nəfər səhv etmirəmsə burada ölən var idi. Və biz keçən dərsimizdə demişdik ki, Şamaxı idi, Gəncə idi, bir də Kiçik Qafqazda Qapıcıq ətrafı idi ki, bunlar 8-9 ballıq zəlzələ zonaları idi. Qalan ərazilər Qusar Mahalli düzənliyi, Küraz Balığıdır, Abşeron Qobustandır, Lənkərandır, Talış dağlarıdır. Bu digər ərazilər isə 7 ballıq zəlzələ zonaları idi. Bir də burada nəyə bilmək lazımdır? Əsas ən çox testə düşür. Bu qırılmaların sərhədi, yəni qırılmalarda yerləşən ərazilər bizə lazımdır. Məsələn, bax, buradan da görünür. Bu hissədə Şirvan düzü var, düzdürmü? Bu da Ləncəviz silsiləsidir. Deməli, Ləncəviz silsiləsi ilə ümumiyyətlə qırılmalar dağla düzənlik arasında olur. Deməli, Şirvan düzü ilə Ləncəviz silsiləsi bir-birindən qırılma ilə ayrılır. Daha sonra, bax, burada Ceyrançöldür, bu isə Gəncə Qazaxdır. Bax, Lənkəran ovalığı ilə Talış dağlarıdır. Bu Naxçıvandakı düzənliklərlə dağlıq hissədir. Daha sonra Qanı Xəyirçay ilə bu dağlıq hissə, sonra Qusar Mahalli düzənliyi ilə yan silsilə. Bu ərazilər yəni bir-biri ilə tektonik qırılmalarla ayrılan ərazilər hesab olunur. Bu qədər. Kanala abunə olmağı və videonu bəyənməyi, həmçinin şərh yazmağı unutmayın. Sağ olun.